18-ə. Şəkildəki eyni düzləmli vektorların biləşkəsinin böyüklüyü neçə n-dir? Baxın, bilirik, bax bu A vektoru 53 dərəcəyə bucağı əmələ gətirir. Amma burada bir 61 var. Bu 61 çevirmək bir qədər çətin olacaq. Ona görə nə edirik? Ən rahat üsullardan biri vektoru nə etməkdir? Döndərməkdir. Məsələn, bunu sadə əqrəb əksi döndərəndə bu A-nı da sadə əqrəb əksi döndərməliyik. 61-i maksimum nə qədər döndərə bilərik? 53-ə gətirə bilərik də. 53-də ücə dəyərləri bilirik. 8 dərəcə döndərə bilərik. Gəlin döndərək. Baxın. Nə qədər döndərdik? 8 dərəcə döndərdik. Getdik nə qədər oldu? 53 dərəcə oldu. Bunu da göstərək. Aha, baxın. B vektoru 53 dərəcəlik bucaq təşkil etdi. Deməli, avtomatik olaraq A vektoru da sadə bir əksi istiqamətində nə olmalıdır? 8 dərəcə dönməlidir. Olacaq 45 dərəcə. Onda A vektoru da bax belə olmalıdır da. Tam yaxşı çəkmədim mən. Olmalıdır nə qədər? 45 dərəcə. Ondan sonra rahatlıqla işləyə bilərik. Gəlin baxaq. Baxın, B vektoru üfüqi toplananı, bu da şaqili toplananı. Deməli, B vektoru 50-dir. 50 vurulsun. Kosinus 53 dərəcədə neçə alırdı? Kosinus 53 dərəcədə alır 0,6. Vuraq 0,6-ya cavab eləyəcək 30. Bir də aşağıya doğru üfüqi toplananı, şaqili toplananı. 50 vurulsun. Sinus 53 0,8 olacaq nə qədər? 40. İndi A-ya baxaq. A yuxarıya doğru. A-nın öz qiyməti nə qədərdir? 30 kökdə 2. Vuraq 45 dərəcəyə kökdə 2 bölü 2-yə. Deməli, olacaq 45 dərəcədə sinusda, kosinusda eyni qiymət aldığına görə onda bizim üfüqi toplananda elə 30 eləyəcək. Aha, baxdıq. Deməli, sağa 30, sola 30. İkisi də 30 olduğuna görə bir-birini tarazlaşdırır. Buna baxmırıq. Amma yuxarıya 30, aşağıya 40-dır. Baxın, yuxarıya 30, aşağıya 40-dır. Onda bizim əvəzləyicimiz nə olacaq? 40-dan çıxırıq. 30-u olur 10, aşağıya doğru 10. Bizim əvəzləyici vektorumuz olmuş olur. Cavab olur C variantı.